Cənab Paşinyan, yeni Ermənistan konstitusiyasında müstəqillik bəyannaməsinə istinad olacaqmı? ATƏT Minsk qrupunun buraxılmasını niyə istəmirsiniz? Azərbaycanın ictimai televiziyası. Давайте, а вы? Тоже мой оператор. Только вы, да? Давайте два вопроса. Yeni Ermənistan konstitusiyasında müstəqillik bəyannaməsinə istinad olacaqmı? У нас пока нет... Bizim hələlik yeni konstitusiya layihəmiz yoxdur. Biz konstitusiyamızı təhlil etmişik. Biz Azərbaycanın qaldırdığı məsələləri bilirik. Aydındır ki, bizim Konstitusiya Məhkəməsinin qərarına əsasən de jure bizim qüvvədə olan konstitusiyamızda qonşularımıza qarşı heç bir ərazi iddiaları yoxdur. Согласно решению нашего Конституционного суда. Спасибо. İkinci sual konkretdir. Siz iki sual söz vermişdiniz. İkinci sual. Siz bildirdiniz ki, Azərbaycan daha bir məsələni, Ermənistanın ATƏT Minsk qrupunun buraxılması ilə bağlı müraciətinin göndərilməsi məsələsində qaldırır. Elədirmi? Вопрос конкретный. Почему вы не хотите подать заявление до подписания мирного договора? Я уже сказал. Mən artıq dedim, bizim Azərbaycanın konstitusiyası ilə bağlı narahatlığımız var. Biz Azərbaycan konstitusiyasında Ermənistana qarşı ərazi iddialarını görürük. Amma Azərbaycanda deyirlər ki, Azərbaycanın konstitusiyasında heç bir ərazi iddiası yoxdur. В чем проблема?